Gördüğünüz gibi rayonlardan tələbələrimiz gəlirlər, müəllimlərimiz Ağdamdan. Gördüğünüz gibi önce Hədiyevanın tələbələri. Buyurun. Samirə xanımın tələbələri də Ağdamdan. Gördüğünüz gibi buyurun kızlar. Hoş geldiniz. Hoş geldiniz. Ağdamdan iki möhtəşəm müəllimin tələbələri gəlir. Önce hanım ve Samirə xanımın dileğiyle hoş geldiniz. İlgi ise Meleklerim Bahçasının müəlliməsi Ayfer Hanım, buyurun. Alkışlarınızla hoş geldiniz. Sonra Azerbaycanımızın geleceği olan körpeler. Canım. Buyurun geçin inşallah. Geçin. Alkışlarınızla alacalara her şalımızı her birimizin elinde aferin güzel körpeler buyursun. Ve en zamanda gördüğünüz hoş geldiniz. Gördüğünüz gibi güzel ve gazetemiz geldi. Bir de icazə verin uşaqlara. İnci Akademiya'nın müəllimi. İnci Akademiya'ya geldi. Salam əziz və dəyərli dostlar, hər birinizi xoş gördük. Bugün 28 May Respublika gününə həsr olunmuş Hindistan Azərbaycan Mədəniyyəti adlı sərgimizə başlayırıq. Beləliklə, əzizlərimiz birazdan bizim fəxri qonaqlarımız gələcək və eyni zamanda gördüyünüz kimi əziz və dəyərli media nümayəndələri buradadır. Alqışlayırıq media nümayəndələrin. Azərbaycanımızın məşhur rəssamları buradadır. Hər birini xoş gəlmişsiniz deyin, hər birinizlər. Və eyni zamanda əziz və dəyərlilərimiz burada bizim daimi olaraq sərgilərdə, tədbirlərdə fəal iştirak edən bizim tədris mərkəzlərimizin rəhbərləri buradadır. Uğur Artlayevin rəhbəri, əzizimiz, dəyərlimiz Gözəl xanım Jalə xanım Məmmədinova buradadır. Alkışlarınız. Master School'un rəhbər müəllimi Günəş xanım buradadır və gördüyünüz kimi bugün bizim tərəfdaşımız Hindistan Event Group'un rəhbəri əziz bacım Surjana Candra buradadır. Çok sağ ol, selam. Və eyni zamanda əzizlərimiz bugün bildiyiniz kimi Mələklərin Uşaq Bağçası buradadır. Hoş gelmişsiniz. Her birisi biri-birinden güzel mələklərdir bizim körpələrimiz. Azərbaycanımızın gələcəyidir hər birisi. Və bu anda biz sizə deyirik Günay Məmmədova, Azərbaycanımızın dəyərli sənətkarı. Ayten xanım, mələklərimin rəhbəri. İnci Akademiyanın rəhbəri İnci Məstəliyeva buradadır. Almat Stüdyo'nun rəhbərləri Almaz xanım Məmmədova, Mariya xanım Əliyeva. Fərəh xanım Babayeva, Mədəniyyət Nazirliyinin baş idarənin müəllimidir. Və Şahanə Art Stüdyo'nun rəhbəri Şahanə Başayeva buradadır. Kızlar, hoş gelmişsiniz. Ama her biriniz bak bu günler kadar güzelsiniz. Ve aynı zamanda əzizlərimiz
Bizim tədris mərkəzlərimizdən kimlər qaldı? Aygün Kamil qızı, vitranj keramika sənətkarı, gözəl müəllimə. Beləliklə, əzizlərimiz, gördüyünüz kimi bax bu gözəl xanımlar, biri-birindən gözəl xanımlar böyük tədris mərkəzləri işlədirlər və bugün xüsusi alqışınızı bir daha istəyəcəm. Deməli, əzizlərimiz, Ağdam Tədris Mərkəzi və eyni zamanda mən sizə Göncə Həzizadə, Göncə xanımın tələbələri buradan salamlayırıq. Əzizimiz, dəyərlimiz Ağdamdan Samirə Şükürova, Samirə xanım Heydər Əliyev Mərkəzinin müəlliməsidir. Göncə Həzizadə Ağdam Dram Teatrının müəllimə, eyni zamanda rəssamıdır. Hər birinizi salamlayırıq, uşaqlar bugün. Beləliklə qızlar, hər biriniz xoş gəlmişsiniz. Məleykə xanım buradadır, əzizimiz, dəyərlimiz Məleykə Eyvazova. Tələbəsi ilə buyurub, tələbələri ilə daha doğrusu. Məleykə xanım buyurun. Qızlar, hər birinizə uğurlar arzulayıram, hər birinizə can sağlığı arzulayıram. Hər zaman işinizin başında olasınız, Azərbaycanımızın mükəmməl xanımlarından birisiniz. Var olun deyirik, buyurun. Və beləliklə Azərbaycanımızın xoş gəldiniz əzizim Məleykə xanım və Azərbaycanımızın bir nömrəli rəqqasəsi, Azərbaycanımızı dünya şöhrəti qazandıran belə bir gözəl xanım Fatimə xanım buyursun. Şəhidlərimizin evladıdır. Hər birinizə alqışlarınızı istəyirəm. İnci və Nuray buyursun. Gördüyünüz kimi Azərbaycanımızın bütün balaları gül çiçəkdir. Allah bəxtəvər eləsin, xoşbəxt eləsin, hamısının taleyi gözəl olsun. Və gördüyünüz kimi İnci və Nuray sizin için gözəl rəqs eləyəcəklər.
मिटाओ तू फिर भी तावा दे चल गा दे हमके बने सभी मत वाले मन कहे कि मेरे आऊं चांद और तारे सारे इन हाथों पर मैं चांद रखूं इस मांग में भर दूं तारे हेलो हेलो तू फ्लोर पे जब है आई येलो येलो Əzizlərimiz, bugünkü gözəl tədbirimizə eyni zamanda Simrala xanım, buyurun zəhmət olmasa. Eyni zamanda Azərbaycanımızın gözəl müğənnisi, gənc müğənnisi Xalid bəy təqdim etmək istəyirəm. Onlar kolleqadılar və təbii ki, Könül xanımdan bugün gözəl bir musiqilərini dinlədiniz və çox istəyərəm ki, Xalid bəy yeni bir musiqi nömrəsi ilə çıxış etsinlər və sizləri fezyab etsinlər. Sizin ürək sözlərinizi eşitmək istəyərdik. Öncelikle Elnura Hanım'a ve Surucan Hanım'a büyük minnettarlığımı bildirirəm. Çünkü böyle bir Hindistan ve Azerbaycan dostluğu olan tədbirlər çok az sayıdadır Bakıda. Teşekkür ederim Surucan Hanım budur. Alqışlarla zəhmət olmasa qarşılayaq Surucan Hanım ve Elnura Hanım. Her şey için teşekkürler. Alqışları eşitmədik. Alqışlar hardadır? Gürültülü alqışlar. Bütün alkışlar bugün sizler içindir çünkü eziyet çekmişsiniz, gelmişsiniz Simran Hanım ve aynı zamanda Halit Bey, Gönül Hanım, güzeller bu güzel kız ve aynı zamanda bizim göçek, güzel, yaraşıklı Fatmamız buradadır, bacılarımız. Yani reksiyle fezyab edin birbirimizi. Resul Müəllim, Eyni Xatirə xanım, halk nisbeten Fidan xanım yığılmış. Она очень отличная, самая наша известная художница. И наши все здесь. Давай, все одежды. İnşallah sizlerinizi. Evet. Çok güzel. Sen uç gibi misin? Süper, çok teşekkür ederim. Çok güzel. Ben çok mutluyum. Süper. Bak gördüğünüz gibi. This one o yüzden. Ya kimse gibi alacak beni. Здесь
не будете. Это вас очень красиво презентует. Gülay Hanım еще есть школа. Günah hemen çekmək olar. Olar, bir dənə çəkirsin. Tarafım mənə. Стоит и ждет вас. Gelin geçelim. Onlar şekil çekelim. I would love to visit your program there. Çok güzel. Тогда там мы будем делать фото. Хорошо, идем. Слушай, это фото. Ya da öyle arkaya keser. Это для вас подарки. Подарки. Вам нравится? Они понравятся. Потом orada teklim ediyorsun. They're also beautiful. I love it. Such joy. Whose work is this? Yes, yes, yes. Like I can tell you which painting is wonderful. Ribbon. तेरे नाम से हर घर शांति रहे İndi isə Azərbaycanın himni səslənir. शुभ नामे जागे तब शुभ आशीष मांगे गाहे तब जय गाथा जन गण मंगल दायक जय हे भारत भाग्य विधाता जय हे जय हे जय हे जय जय जय
fövqəladə və səlahiyyətli səfiri. Salam, namaste. Çok sağ olun. Distinguished guests, ladies and gentlemen, Honorable Member of Parliament from Azerbaijan, and Miss Sikandarova. It's a great pleasure to join you for the inauguration of this exhibition, Cultural Bridges Between India and Azerbaijan, bringing our people even closer. I congratulate the organizers once again for this meaningful exhibition and for celebrating the enduring friendship between India and Azerbaijan. Çok sağ olun. İndi isə sözü sərginin fəxri qonağı olaraq hörmətli millət vəkilimiz Razi Nurullayeva bildirir. Təşəkkür edirəm Elnura xanım dəvətiniz üçün. Mən hər bir gələn şəxslərə dərin təşəkkürümü bildirirəm. Gözəl balalar, gözəl rəsmlər çəkirlər. Və bu doğrudan da mədəniyyət sərhəd tanımır. Və bu mədəniyyət bütün xalqları, insanları birləşdirir. Musiqi, rəssamlıq, əsərlər, yəni bütövlükdə mədəniyyət sərhəd tanımayaraq bütün xalqları birləşdirir. Və bugün də Azərbaycan uşaqlarının Hindistana aid bu cür rəsm əsərlərini sərgiləməsi, çəkməsi Azərbaycanla Hindistan arasında olan dostluğu göstərir. Sözü Eventa Group, Hindistan-Azərbaycan şirkətinin rəhbəri əziz bacım Surjana Çandırıya verirəm. Good afternoon, everyone. Welcome to One and All. Very grateful to have the presence of Mr. Ambassador, His Excellency Uday Kumar, and Mr. Sanjay Jain. Bugündən Hindistan-Azərbaycan arasında bildiyiniz kimi lampa işıq olaraq dostluğun işığı yanır. Bizim qardaş, dost ölkələrimizin sayı hər zaman çox olsun. Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Abey Kumar sizə təşəkkür edirik. Bugün sərgimizdə, tədbirimizdə iştirak etdiyiniz üçün dəyərli millət vəkilimiz Razi Nurullayeva sizə dərin təşəkkürümüzü bildiririk. Həmişəki kimi xalqın içindəsiz, var olun hər zaman və eyni zamanda bugün bizim dəyərli media nümayəndələrimiz buradadılar. İlk xəbər, Xanoğlan müəllim buyursun. Baku xəbər buradadır. Xəbər Times, Yeganə xanım buradadır. Samirə xanım, Yeganə xanım, Təzadlar, Yasəmən xanım, media, sizin media danışıqlarınız yox? Bütün media nümayəndələrini, Xalq qəzetini, hamısını dəvət edirəm. Əziz media nümayəndə, Avropa Info, Rəsul müəllim. Mən тоже sayt Avropa. Bizim operatorumuz Xatirə xanım Məmmədova, ATV Azərbaycan kanalının gördüyünüz kimi nümayəndələri buradadır.
Fatime Hacızade'nin musikisi olacak. Gördüğünüz gibi o güzel bir ifa edecek. Sahne senindir Gülcan. नजर जो तेरी लागी मैं दीवानी हो गई दीवानी हाँ दीवानी दीवानी हो गई शायद फिर इस जन्म में मुलाकात लग जागले हमको मिली है आज गरिया नसीब से हमको मिली है आज गरिया नसीब से Bildiğiniz gibi bu güzel tedbir bugün 250 nəfərlik tədbir idi və tədbirdə bütün rayonlarımızdan gələn, demək olar ki, bölgələrimizdə rəssamlarımız iştirak etdi, uşaqlar iştirak edirlər və 28 may Respublika gününə həsr olunmuşdu. Hindistan, Azərbaycan mədəniyyətinə həsr olmuş gözəl bir sərgimiz idi və indi isə bir Azərbaycan musiqisinə qulaq asaq və hər birinizi rəqsə dəvət edirəm. Musiqi. Sabaha ümidlə baxırıq, olmuruq dönəni. Sən özün fikirləş ki, kim sənə ayır məni. Səni saldı necə da qardaş Azərbaycan, yaşa Azərbaycan.